3, 2, 1, motor. Getdik. Kramız tezdir. Gedirəm qaş laminasiyasına. Laminasiyamın vaxtıdır. Mən kipriklərimi yox, ancaq qaşlarımı elətdirirəm. Yeni vloguma başlayıram. Gördüyünüz kimi uzanmışam. Laminasiya elətdirməyə gəlmişəm. Mən laminasiyanı 2 aydan bir elətdirirəm. Daha doğrusu 2 ay tamam olmağına az qalmış ki, elətdirirəm. Görürəm ki, effekti itib laminasiyanın. Sırası gedib elətdirirəm. Evdəyəm artıq. Laminasiyamı elətdirdim. Makyaj eləyəndə görəcəksiniz necə qəşəng qalır, baxın. Təbii ki, iş başındayım, doğa pişirirəm. Gələn kimi tez doğa pişirməyə başladım. Çünki uşaqlar gözləyir. Dedim, düşüm tez laminasiyamı elətdirim. Sonra qalxanda doğa pişirərəm. Acdılar uşaqlar. Elə. Göstərim doğanı necə eləyirəm. Bizdən çox yeyilən yemək doğadır. Bacımdan gedirik şəhərə. Gedirik bacımdan biraz gezək. Həm mağazaları, həm də kofe içməyə gedirik. Biz evdən çıxanda hava elə də pis deyildi. Sonra hava dəyişdi, dəhşət külək oldu. Burada geyim mağazada geyimlərə baxıram. Birinci geyindiyim geyimi götürürəm. Xoşuma gəlir. Bacımla gəlib oturmuşuq burada, restoranda. Yemək zakazı vermişik, gözləyirik. Elə nə yeyəcəyik? Soyuqda buzda. Yeməklərimiz gəldi. Bacım başlayır yeməyə. Mən də yiyəcəm. Bundan yemişsiniz. Bugün bunu evdə hazırlayacağım. Burada yem dadına baxın. İlk dəfədir ki, baş-başa oturuq təhsilə. Uşaqlarsız nəsə yeyirik. Biz uşaqla gəlib bundan istəyirəm. McDonald's. Nə qədər olur? Hələ bir minnət də üstündə. Bəyənmirlər. Nədənsə də narazı gedirlər. Artıq axşamdır, biz evdəyik. Duralla getdik, bəzi şeylər aldıq evə. Əslində bir neçə gün idi, bacım bizdə idi. Neçə gündür planlayırıq ki, həm səhər yeməyinə gedək ikimiz, həm də kofe içməyə gedək. Səhər yeməyinə getmək qaldı növbəti dəfəyə, ancaq kofe içməyə getdik. Kofe içməyə də gedən günü dəhşət külək idi. Biz Crescent Mall-a getmək istəyirdik. Küləkli hava olduğuna görə alınmadı. Ona görə də qapalı bir yerə getdik, Gənclik Mall-a. Restoran gördük, xoşumuza gəldi. Yemək zakaz verəsi olduq. Yemək yedik, ancaq kofe qaldı. Yemək də qaymaqlı idi deyə doyumlu yemək idi. Gəldik evə heç acımadıq. Yəni ürəyimiz yemək istəmədi. Mən də istədim ki, spoonful hazırlayım. Neçə müddətdir, aylardır ki, kəşfiyyatda qarşıma çıxır. Həm YouTube-da, həm TikTok-da, həm də Instagram-da ancaq spoonful görürəm. Ya pişir. Qapılaşıb ucu. Bacım da bizdə olmuşkən dedim bunu hazırlayım, bir yerdə dadına baxaq. Daha çox kekdən hazırlandığını görmüşəm, ancaq mən kek marketdə tapa bilmədim. Ülkərin kekini axtarırdım, yəni almadım. Ülkərin peçenyaları var. Korичневый rəngi olanı aldım. Çox
ləzzətlidir, həqiqətən dadlıdır. Onu əzdim belə, ondan hazırladım. Həqiqətən də dadı əla idi. Hamı yedi demək olar ki. Axşam hazırladım, artıq günortaya bitmişdi. Bir dəfə də keklə hazırlayacağam, görüm onun dadı necədir. Fərqini vloqda bildirəcəm. Təsadüfən şokolad düşüb belə fiqur alınıb. Reseptini yəqin ki hamı bilir. 4 stəkan süd, 1 stəkan pesoq, 3 xörək qaşığı un, 2 xörək qaşığı qarğıdalı nişastası, vanil, 2 dənə də yumurtanın sarısını. Qatlaşana qədər bişiririk, soyudub soyuq qaymaq əlavə eləyirik, mikserlə qarışdırırıq. Peçenyanı üzərinə tökürük. 200 ml qaymağın içinə şokolata əlavə edirik. Mamxodda isidərək şokolata əridir və ən sonda üst təbəqəni qaymaqlı şokoladla örtürük. Artıq səhər olub, mən işimin başındayam, canlı efir işləyirəm. Səhər saat 09:49 saatda da qeyd olunub. Oradan görürsüz yəqin ki. Demək olar ki, bir çox vloqlarımda işə getdiyim vaxtları, yəni səhər makiyajımda, hazırlaşmağımda bu prosesləri çox çəkmişəm. Bu vloqumda çəkməyi unutmuşam. Çox adam görürsüz yazır ki, ATV-də işləyirsiniz, siz harda işləyirsiniz, nə işlə məşğulsuz? Belə suallar gəlir mənə. Ona görə burada artıq görürsüz ki, mən nə işlə məşğulam orada. Mən bu tip videoları daha çox artıq qərar vermişəm ki, TikTokda paylaşım. Çünki TikTokda elə də mənə, yəni tanış yer olmadığına görə işimlə bağlı olan videoları TikTokda paylaşıram. Instagramım da var, məni bilmirəm oradan izləyirsiniz ya yox. Instagram səhifəmdən də məni izləyə bilərsiniz. Son vaxtlarda düzdür, elə də aktivlik eləmirəm Instagramda. Ən çox hekayə bölümündə günlük nələrsə paylaşıram. Instagramı olanlar, TikToku olanlar keçid edib oradan da məni izləyə bilərsiniz. Düz Instagramda biraz ara vermişəm. Çox da hekayələr paylaşa bilmirəm, videolar, şəkillər paylaşa bilmirəm. Çünki vlog çəkirəm günlük. Burada vlogumu istəyirəm yekunlaşdırım. Mənim kanalıma abunə olanlara təşəkkür edirəm. Çox sağ olun. Kanalıma abunə olmayanlara isə deyirəm ki, kanalıma abunə olun, mənə dəstək olun. Növbəti vloqlarda görüşərik.